Futbol üzrə Azərbaycan 1-ci divizyonunda mövsüm başa çatdı. 2 tur öncə çempionluğu bayram edən Turan Tovuz klubu formal xarakter daşıyan son maçda Qaradağ Lökbatan komandasını qəbul etdi. Bu mövsüm Tovuz təmsilçisini məğlub edən Lökbatanlı futbolçular bu maçdan da qələbə ilə ayrılsaydılar, o zaman çempionatı bürünc medallarla başa vuracaqdılar. Bu baxımdan maraqlı idman mübarizəsində keçən ilk hissədə tərəflərdən heç biri fərqlənə bilmədi. Fasilədən sonra hücumlarının kəsərini artıran Turan Tovuz yalnız 65-ci dəqiqədə istəyinə çatdı. Tugay Alıhüseynlinin reydi rəqibin qayda pozuntusu ilə nəticələndi və topa yaxınlaşan Rəhman Musayev hədəfdən yayınmadı. 1-0. Vurulmuş qoldan 5 dəqiqə sonra Tovuz klubunun bombardiri Rəhman Musayev qapçının qaytardığı topu təkrar zərbə ilə tora qovuşduraraq komandasının hesabdakı üstünlüyünü 2 topa çatdırdı. Qonaqlar 78-ci dəqiqədə Rüfət Məmmədovla fərqi azaltdılar. Amma Qaradağ Lökbatanın bundan artığına gücü çatmadı. Turan Tovuz 2, Qaradağ Lökbatan 1. Üçüncü yerin taleyini müəyyənləşdirəcək digər qarşılaşmada Şəmkir və Ağsu klublarının görüşü heç-heçə başa çatdı. 0-0 və Ağsu 53 xalla ilk üçlüyü tamamlayaraq mövsümün üçüncüsü oldu. Son turda Bakılını 7-1 hesabı ilə darmadağın edən Səbail 57 xalla ikinciliyi rəsmiləşdirdi. 1-ci divizyonun çempionu isə xal hesabına 61-ə çatdıran Turan Tovuz klubu oldu. Sonda 1-ci divizyonun çempionuna çempionatın baş mükafatı təqdim olundu. Hər oyun qələbə qazanmağa çıxırdıq. Məqsədimiz çempion olmaq idi. İlk yığılanda bir məqsədimiz vardı ki, çempion olmalıyıq. Onun üçün də hər bir çətinliyə baxmayaraq onun öhdəsindən gəldi ki, çempion olaq. Tovuz xalqına bu çempionluğu yaşatdıq. Hər oyunumuza dəstək oldular. İnşallah bunun davamını Premier Liqaya gətirəcəyik. Bir çox insanlar inanmırdı. İnanmamakta səbəbi nə idi? Rəqiblərimizin güclü olmasından irəli gəlirdi. Amma biz bunu bacardıq, Allahın izni ilə bacardıq. Yəni biz bunu tək bacarmadıq. Bunu azarkeşlərimizin dəstəyi ilə, ümumi olaraq burada hər kəsin əməyi var. Yəni bu əməyin nəticəsi budur ki, bugünkü gündə biz bu sevinci azarkeşlərə bəxş edə bilmişiksə, bu bizim bir xoşbəxtçilikdir. Bu komanda layiq olduğu yerə gedəcək.